Salam tamaşaçılar, biz sizinlə Əminə Lasker Wilhelm Steins oynamaqdayıq. Burada Əminə Lasker qalib gəlib, Wilhelm Steins məğlub olub. Gəlin indi isə oyuna keçək. Y4-də Y5, at F3 oynayır burada. At F3-dən Y5-ə hücum edirlər. At C6, fil B5, A6, fil C6. Burada atı götürüblər. B-yə, D-yə at C3 oynayıblar. Və atın çıxıb. F6 burada növbəti keçişlərdə piyadanı qoyurlar ki, yəni növbəti keçişlərdə at Y5 ilə piyadanı götürməsin. D4, Y7. D4-də Y7-dən sonra burada ağlar vəzir D4 götürüb. Vəzir D4-də atla vurub. Sonra növbəti keçişlərdə fili çıxardıb. Uzun qalqırma ya qısa qalqırma eləmək istəyirlər. Burada isə qaralar bunu ləğv eləyib fil D6 oynayırlar. Həm vəzirlər bir-birini dəyişib qaraların qala qırmasını dağıtmasın, həm də ki filləri aktiv olsun. Fil Y100 burada vəzirə bir daha yəni müdafiə edirlər. At Y7, at D2, at D2 burada at C4, at D6 filə hücum edir. Burada C5 oynayandan sonra vəzir D3. C5-ə vəzirin qaçsaydı A4-ə B5 var idi. Vəzirin qaçandan sonra isə B3-ə burada C4 nəticəsində artıq vəziri tutmaq olardı. Vəzir B5-ə qaçsa da artıq bir neçə keçişlərlə vəzir artıq tutulmuşdu. B5 buna B5 oynadıqdan sonra C4 istəyirlər. Və siz ona C4 oynayırlar ki, yenidən bir dəfə də vəzir D3-ə qayıda bilməsin. Vəzir C6. C6 oynadıqda vəzir H6-ya qaçır. Z7 girib topa hücum edir. Top qaçandan sonra piyada vura bilər. Lazımı gəlsə fil H6-da oynaya bilərdi. Şah F7. Şah burada piyadanı həm vəzir Z7-yə gəlməsinin qarşısını alır, həm də ki piyadalarını qorumağa çalışır. Bununla da vəzir C6-ya Z7-yə necəsə girsə də belə vəzir H8-dəki topu qoruyur və artıq ağlar H8-dəki topa hücum eləmir. F4 oynadılar. Burada F4-ə qala qurma, F5 dəyişdikdən sonra isə at F5 ola bilər. Vəzir H5 şah qaçandan sonra buradakı atı atla fili topa dəyişdirə bilərdi. Vəzir F8 oynayır. Vəzir F8-ə vəzir H4, at C6, at C6, at D5, F5-i həm piyadanın qabağa çəkib bəlkə, həm piyadaya hücum eləsinlər. Ondan sonra filini çıxartmaq və ya piyada ilə dəyişmək pisdir ki, vəzir hücum edildikdən sonra şaha hücum edir. Şaha da hücum elədikdə artıq şah məcburən qaçmalı olur. Yenidən artıq burada vəziyyət pisləşir. Vəzir F6 oynayır növbəti keçişdə. Vəzir F6-ya şah J8, şahı məcburən bir E2 olardı. E8-ə bir də 2 Onlar E8 oynasaydılar, burada Y5 fili qaçandan sonra Y6, Y7 nəticəsində həm də ki Y5-ə fili qaçanda at C7 gedir və şahın qaçandan sonra burada top dəyir. Həm də ki vəziyyətlər pisləşir. Bunlar vəzirlərini dəyişir. Vəzirlə vurandan sonra fillə vurur. F6 da boş qalır C7-də. At C7 götürür. Burada topa hücum edir. Top D8-ə. Uzun qalqırma eləyir. Burada atı qaçandan sonra topu D8-ə hücum eləmək istəyir. Şahı qaçandan sonra isə at F3, at C5 kimi işlərlə hücum eləməyə çalışırlar. H6-ya burada C5-in qarşısını gəzir. Y5-ə isə at Y5 var. F-yə vurur. Y5 oynayır. Y5-ə fil
Y7 oynuyorlar. At D5 yeniden altın geri qaytarır. Fil D8 H4 top C8 top Y1 burada fil E6 oynayıp ata hücum edirlər. Fil C5 B4 at Y3 topla qoyandan sonra firə hücum edirlər. Fil məcbur qaçmalıdır D6-ya. C3 oynuyorlar. Əgər burada dəyişsəydilər, burada top yolu kəsir. Piyada D2-dən qaçmanın yolunu kəsir. Və növbəti gəlişlərdə fil A2 top B1 və mat ola bilər. Ona görə də ağlar B3 oynayır. Burada indi piyadalar birbirinin qabağında dayanır. Artıq B4 piyadası keçə bilmir. Ona görə də dağdan kömək A5 oynayır. 6-dakı piyada A5-ə gəlir. Bunun həm də ki, qorumaq üçün çox, yəni, at da hücumu müdafiə edir, fil də topda. Həm də ki, A5-ə piyadalar bir-birini burada müdafiə edir vəziyyətdə. Top D3 oyunu. Top D3 yəni o birisi topu içəri salmaq istəyir. A4 at D4 at D4 bu da atlar birbirini dəyişir. Top D4 fil H4 burada piyada gedir. Topu hücum edir. Top burada Y2 oynayır. D1 də oynaya bilərdi. Y2 oynadı. Burada Y2 oynayır. AB CB burada AB'yə AB götürsəydi top burada A5'e girərək A1-dən mat hücumlar yarada bilərdi. Növbəti gəlişdə topu o birisi topu top A8-ə qoyaraq artıq A1-dən mat olacaqdı. Bu da necəsə topla fillə yıxatı kəsədilər. Yəni orada 2 topu idi. Götürəcəkdilər onu. Yəni burada uduş qaralarda olacaqdı. Əgər piyada ilə vursaydılar, yəni A piyadası ilə CB-yə fil 7, fil 7-yə şah 7 ola bilər. Şah 7 ola bilər. Burada at C2, at C2-yə B4-dəki piyadaya üsqat hücum. Ancaq bunun iki qat qorumaq var idi. Yəni fillə həm tutulur. Həm də ki, fil qabağında yolu kəsdiyinə görə bu bir qat sayıla bilərdi. C5 fil 7 şah 7-yə at bir piyada getdi. F burada F vurandan sonra at C6 burada at C6 hücum edir. Şahın qaçandan sonra top F4 top F4 götürür. Top C4 burada dəyişə bilərdi C4-lə. Ancaq burada top D4 oynayır. Vursaydı atla vururdu. Bu vəziyyətdə həm firə, həm də ki topa hücum edirdi. Dəyişəndən sonra H5 burada topu bir daha müdafiə düzəldirdi. Burada at D8 şaha hücum. Şah da qaçandan sonra Y6 gedirdi. Şah burada 7-yə gəlib. At Y6, şah Y6, top D6. Burada E5 piyadası qorunurdu. Ona görə də şah E5 vura bilməz idi. Şah 7-yə top H6, H5 piyadasını hücum edirdi. Həm də ki, növbəti keçişlərdə piyadalar getdikcə qabağa gedə bilərdi. Top Y4 oynayıb. Topu qaçandan sonra da Y5 piyadası artıq burada boş qalırdı deyə Y5-i götürürlər. Top H5-ə şah Y6, şahı biraz top tərəfə daha yaxınlaşdırırdı. Top H6, şah D5, top F6, burada şah D4, şah getdikcə yaxınlaşırdı. Top D6, burada şah verir ki, şah getdikcə Y3-ə və ya D3-ə girib mat hücuma yaratmasın. Şah C5 oynayandan sonra burada top D8 oynayıldı. Top D8-ə yuxarıdan şah verəndən sonra C piyadalarına gedə bilərdi. Baxın, burada top G2 oynayır. Topa hücum edir. Top qasanda da piyadanı götürür.
Vəziyyət artıq burada ağları yetişsə pisləşir. Burada da onlar top üçün oynayır. Bu hansısa bir piyadaları belə götürsə, S piyadası gedir. S də burada artıq hücum davamlıdır. Mən S7-dən S3-ə gələn piyada idim. Yəni güclü piyada olduğuna görə güclü piyada idi. Lakin qaralar bunu boş veriblər. A2-ni götürəndən sonra top C3 şah B4 gələndən sonra top C2. Burada artıq topları dəyişəndən sonra şah piyadanı qoruyur. Ancaq burada yenidən top G2. Şah qaçdıqdan sonra J2 də gedir. Həm də ki B3-ün qabağında blokadada digərman şah var idi. Topla vurur, şahla vurur. Burada topun Y2-yə qoyur, dəyişə bilər. Dəyişdikdən sonra şah B3 getdikdə gələcəkdə piyadanı götürüb artıq rahat bir vəziyyət çıxacaqlar. Buna görə də qara top qaçıb, top F2 oynayıb, top J4-ə, şah B2. Burada artıq qaraların hücum piyadasını orada baş verir. Əgər burada top Y4-ə piyadanı götürsəydik, top Y2, şah nəticəsində həm J2-yə hücum, həm də B3-ə hücum var idi. J3-ə top Y5, top F4, top F4-də burada şah məcburan qaçmalıdır. Burada onlar isə şah B5 oynayır, qaralar şah B5 oynayıb. Şah A3 burada şahın qarşısını kəsilməsi üçün B3-dəki piyada ya qorunmaq kimi istifadə edib. Top D5, top F3. Top F3-də həm piyadalara baxır, həm də ki top əgər qaçandan sonra F5-dəki piyadanı şahla götürüb yenidən piyadanı qorumağa yaxınlaşa bilər. Şah A5, B4-ə şahlar qaçdıqdan sonra burada şahın geri çəkir. Başqa keçişi, yəni top G5 kimi ola bilərdi. Şah C4, topu hücum idi. Şah qaçandan sonra da topu burada ağlar B3 oynayıb. B5-ə hücum var idi. Şahın D6-ya qaçmalıdır. B6-ya top gedirdi. D6-ya da qaçdıqda B5 və burada artıq yavaş-yavaş topları dəyişəndən sonra şah götürsəydi, burada şah artıq yaxınlaşdı. Piyadanı götürüb, şahın qarşısını kəsərək öz piyadasına vəziyyət çatdıracaqdı. Top E5, B5 şahın qaçandan sonra şah D4, top Y4 oynayıb, burada şahın qaçandan sonra şahın D5-ə qaçır. Top Y8, şah D6, şahın yuxarı qaldırır orada, şahla bir yerdə indi 6-cı xəttədər. Burada da top F3 oynayıb, F5-ə hücum edib, burada piyada gedirdi. Öz piyadası getsə də belə vurandan sonra həm şaha hücum edir, həm də ki piyadasını əvvəlcə çatdırır. Şah B5, top F5, şahın qaçandan sonra da J4, şahın qaçıb J5, artıq piyada qabağa gedirdi. Top J1, şah Y6, şah E4, şah V6, burada piyada qabağa gedirdi. J6, şah verib qaçandan sonra top E7 və burada artıq toplar dəyişsəydi J7, J8 uduşuydu. Dəyişməsəydi şah F7, J7, J8 uduşuydu. Şah versəydi yenə də həmin yollarla uduşuydu və burada da qaralar heç nə edə bilməyib, məcburən təslim olublar. Bu da bizim Emanuel Asker Wilhelm Stein'in oyunun sonudur.